İndi isə bölgədə baş verənlərdən, xüsusilə də Azal təyyarəsinin hələ də cavabsız qalan istintaqından, Şahin Şıxlinskinin həbs müddətinin uzadılmasından bir sözlə Rusiya və Azərbaycan arasında yaşananlardan danışacağıq. Siyasi şərhçi Əhməd Şahidov hazırda bizimlə bağlantıdadır. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Salam Jale xanım, axşamınız xeyir olsun. Biz bir qədər sonra təbii ki bunlardan danışacağıq, amma gəlin ilk olaraq taxıl məsələsinə toxunaq. Çünki 35 ildən sonra bir ilk yaşandı. Rusiya Ermənistana taxılı Azərbaycan üzərindən göndərdi. Bu addım regiona hansı mesajı verir? Hansı bir siyasi mesaj oxunmalıdırmı? Yoxsa elə sadəcə regional kommunikasiyaların aktiv fəaliyyəti ilə bağlıdır? Və yaxud son günlərdə Azərbaycanla Ermənistan arasında yaşananlardan sonra Rusiya geri qalmaq istəmədi, belə bir addım atdı. Nə baş verir? Detallar sizdən eşidək. Bəli Jale xanım, bilirsiniz ki bu gün avqustun 8-də Ağ Evdə imzalanmış sülh razılaşmasından sonra, paraplamadan sonra Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadın formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Xüsusən də Bakı tərəfindən çox əhəmiyyətli qərarlar verilib. İlk növbədə Azərbaycan öz ərazisindən yük daşımalara icazə verib və Qazaxıstandan taxılla dolu vaqonlar Azərbaycan ərazisindən keçərək Ermənistana daxil olub. Bunun ardınca Azərbaycan özünün istehsal etdiyi neft məhsullarını Ermənistana satıb ki, bu da artıq ilk partiya Ermənistana daxil olub və bu proseslər onu göstərir ki, artıq Cənubi Qafqazda müharibə geridə qalıb. Yekun sülh sənədi imzalanmasa da elə sülh şəraitində yaşayan ölkələr arasında münasibətlərə bərabər atmosfer var. Artıq Azərbaycan ərazisindən Ermənistana sərbəst şəkildə yük daşımalar gedir. Belə bir proseslər fonunda təbii ki, regionun aparıcı ölkələrindən biri olan Rusiya kənarda qalmaq istəmir və eyni zamanda regiondakı hadisələrdə iştirakını göstərmək və bu proseslərdə bir paya sahib olmaq üçün, həm də Ermənistana bir mesaj ötürmək üçün Rusiya taxılının məhz Azərbaycandan keçərək Ermənistana daşınmasına qərar verib. Burada eyni zamanda Azərbaycanın yerləşdiyi əlverişli bir tranzit trayektoriyası da, yəni başqa variant daha uzun müddətli və daha baha başa gələrdi. Ən optimal variant elə Azərbaycan ərazisindən keçirilməklə daşınmasıdır. Burada təbii ki, ilk növbədə Rusiyanın da proseslərdə iştirak, gələcəkdə nəqliyyat qovşaqlarının, koridorların açılmasında Rusiyanın da ən azından söz sahibi olmaq kimi bir niyyəti var, amma bu daha uzun perspektivdədir. Amma bugünkü müstəvidə baxsaq, təbii ki, Rusiya öz taxılını Azərbaycan ərazisindən Ermənistana keçirməklə eyni zamanda Ermənistana bir jest edir. Ermənistanın həm də Rusiyadan iqtisadi, ticari asılı olduğunu göstərməyə çalışır. Eyni zamanda gələcəkdə yaranacaq bu sülh atmosferində özünün də bir paya, yerə sahib olduğunu göstərməyə çalışır. Amma burada ən optimal və həlledici söz sahibi təbii ki Azərbaycandır. Azərbaycan buna qərar verib, Azərbaycan buna şərait yaradıb ki, fərq etməz, istər Qazaxıstan olsun, istər Rusiya olsun, tüm bu yüklər Azərbaycan ərazisindən keçərək Ermənistana daxil edir. Təşəkkür edirəm Əhməd bəy. Düzdür, siz dediniz ki, Rusiya regiondakı məsələlərdən geri qalmaq istəmir, amma bir məsələ də burada var. Rusiya təbii ki, bu nəqliyyat kommunikasiyalarında iştirak eləmək istəyir, amma ölkəsinin daxilində Azərbaycanlılara qarşı etdikləri Azərbaycanla olan münasibətlərinə də kölgə salır. Və yeri gəlmişən təkcə bu Şahin Şıxlinskinin məsələsi deyil, eyni zamanda Azalın məsələsi də gündəmdədir ki, bir ili tamam olur, həm ortada yekun bir nəticə yoxdur. Azərbaycan tərəfinə Azərbaycanın istədiyi, gözlədiyi o nəticə ilə bağlı heç bir məlumat verilmir. Bütün bu suallar açıq qalır. Gəlin elə ilk olaraq Şahin Şıxlinski ilə bağlı da danışaq ki, bu Yekaterinburqda ümumiyyətlə Azərbaycanlılara qarşı həbs qərarlarının uzadılması nədən xəbər verir sizcə? Kreml səviyyəsində formalaşan bu sistemli təzyiq siyasətinin tərkib hissəsi adlandırmaq olarmı bu addımı? Yoxsa başqa bir məqsəd mi yatır bu prosesin arxasında? Nədir ümumiyyətlə bu proses?
Ümumiyyətlə Rusiyada zaman-zaman, uzun illərdir ki, zaman-zaman Azərbaycan diaspora nümayəndələrinə qarşı, Azərbaycanlılara qarşı bu sərt və qeyri-insani davranış hər zaman olub və hətta həssas məqamlarda Moskva, Kreml bu diaspora məsələsindən əslində onların özünün vətəndaşlarıdır. Rusiya vətəndaşlarıdır onların bir çoxu. Öz vətəndaşlarına qarşı bu təzyiq göstərməklə özünün daxili məsələsini xarici siyasətində əks etdirməyə, ölkələrə qarşı istifadə etməyə çalışır və konkret olaraq Azərbaycanlılara, Azərbaycan diaspora rəhbərlərinə qarşı son sərt münasibət, qeyri-insani, vəhşi davranış həm də rəsmi Bakıya bir mesajdır. Çünki bilirsiniz ki, son bir ildir ki, Azərbaycan və Rusiya arasında yığılıb qalmış bir çox məsələlər hələ də öz əksini tapmayıb və ötən ilin dekabrında söz zamanına çəkər elə bu günlərdə Azərbaycana məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra Azərbaycan-Rusiya arasında münasibətlər ciddi şəkildə korlandı. Hətta ilk saatlardan Rusiyanın ayrı-ayrı media ruporları, televiziya kanalları ən ağla sığmaz, gülünc versiyalar irəli sürürdülər. Quş topasına, quş dəstəsinə çırpılmağa qədər. Amma sonuncu Putin-İlham Əliyev görüşü zamanı Rusiya prezidenti açıq şəkildə etiraf elədi və bunu hər nə qədər də Ukrayna tərəfindən dron hücumu ilə əlaqələndirsə də bunun bir qəza olduğunu, vurulduğunu belə deyək, etiraf elədi və söz verdi. Bir dövlət başçısı olaraq söz verdi ki, qısa bir müddət ərzində istintaq öz işini yekunlaşdıracaq, günahkarlar cəzalanacaq. Amma biz nəyi gördük? Bir dövlət başçısının verdiyi söz yerinə yetirilmədi. Burada hər hansı bir texniki prosesin uzanmasından söhbət getmir. Burada bir etimad məsələsi var. Ölkələrin bir-birinə qarşılıqlı etimad məsələsi ki, Azərbaycan adekvat addımı görmədi Rusiya tərəfindən. Birinci şəxs tərəfindən verilən söz yerinə yetirilmədi və bugün MDB dövlət başçılarının qeyri-rəsmi toplantısı keçirilir və Azərbaycan prezidenti İlham Əliyevin də o toplantıda iştirakdan imtinası əslində rəsmi səbəblər iş qrafikinin dolu olması ilə bağlı göstərilir. Amma bunun altında təbii ki, bir siyasi mesajlar var. Rusiya Azərbaycana olan münasibətində korrektələr eləməlidir və elə Azal təyyarəsinin vurulması ilə bağlı istintaq nəhayət ki, yekunlaşmalıdır. Səbəbkarlar, günahkarlar cəzalandırılmalıdır, kompensasiya ödənməlidir və Putin verdiyi sözü yerinə yetirilməlidir. Bu ilk məsələdir. Amma bunu etmir Rusiya. Bunu susqunluqla yola verməyə çalışır və düşünür ki, ilk həftələrdə bəlkə Azərbaycan tərəfi, Azərbaycan rəhbərliyi emosional davranırdı. Zaman keçdikcə bunu susqunluqla görməzdən gələcək. Amma Azərbaycan prezidenti Cənab İlham Əliyevin bu MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə getməməsi əslində emosional davranış deyil, təmkinli şəkildə səbirlə diplomatik bir cavabdır ki, Azərbaycan hələ də Rusiyadan adekvat addım gözləyir. Bu istintaqın nəticələri açıqlanmalıdır. Azərbaycan dövləti, Azərbaycan xalqı Rusiyadan və Kremldən konkret cavab gözləyir. Bu cavab olmadığı bir zamanda paralel olaraq biz nəyi görürük? Rusiyanın ayrı-ayrı bölgələrində Azərbaycan diaspora rəhbərlərinə qarşı qeyri-qanuni hücumlar, həbslər, hətta küçədə döyüb öldürürlər və ən tanınmış diaspora liderlərinə qarşı məhkəmə prosesi davam edir. Onların uzun müddətli azadlıqdan məhrum etməsi gözlənilir ki, belə bir qərar çıxacaq. Bu artıq Rusiyanın Azərbaycana olan qeyri-adekvat münasibətidir. Azərbaycan Mərkəzi Asiya ölkələrindən deyil ki, Rusiya həmin ölkələri özünün arxa bağçası kimi, arxa həyəti kimi görür. Azərbaycan müstəqil dövlətdir, suveren dövlətdir. Dünyanın müxtəlif güc mərkəzləri ilə bərabər hüquqlu münasibət quran bir dövlətdir, ölkədir. İstər Çin olsun, Rusiya olsun, Türkiyə olsun, İsrail olsun və qonşu Rusiyada təbii ki, dünyanın güclüləri sırasındadır. Amma bu heç də ona əsas vermir ki, Azərbaycanla yuxarıdan aşağı danışsın və ölkə başçısının da bu MDB sammitinə qatılmaması Rusiyaya səssiz bir mesajdır ki, Azərbaycan qeyri-bərabər və etimadın itdiyi bir mühitdə təmsil olunmaq istəmir və onsuz da bu MDB dövlət başçılarının bu illik sammiti Rusiyanın özünün siyasi təsir dairəsini bir daha yeniləmək üçün keçirilən formal bir tədbirdir. Prezident Vladimir Putin orada MDB dövlət başçılarını yığıb, özünün xarici siyasəti ilə bağlı tezislərini, narrativlərini
bildirir. Bundan heç bir məhsuldar bir nəticə çıxmır bu görüşlərdən. Amma Azərbaycan prezidentinin bu görüşə qatılması, o dediyimiz o problemlərin, Azal təyyarəsinin vurulması, diaspora rəhbərlərimizin həbsinə barışmaq anlamına gələrdi ki, bunu etmədi Azərbaycan lideri və bir daha göstərdi ki, Azərbaycan müstəqil siyasət yeridən suveren bir ölkədir və öz maraqlarını sonuna qədər qoruyur və Rusiya artıq bu mesajı alıb. Rusiya mesajı alıb və anlayır ki, Azərbaycanla bu tonda danışmaq olmaz və Azərbaycanın haqqıdır ki, Azal təyyarəsi ilə bağlı istintaq yekunlaşsın, real günahkarlar öz cəzasını alsın və Azərbaycan dövlətindən, xalqından üzr istənsin, kompensasiya ödənsin və digər məsələlər ki, az öncə dediyim həllini tapmayıb, Azərbaycan diaspora nümayəndələrinin fəaliyyətinin sıxışdırılması, onların xarici agent qanunu adı altında həbs edilməsi, döyülməsi, işgəncələrə məruz qalması təbii ki, qəbul edilən deyil. Eyni münasibəti Rus icması Azərbaycanda yaşamırsa, nədən Azərbaycan diaspora nümayəndələri Rusiyada bu təzyiqlərə məruz qalmalıdır və Rusiya Azərbaycana olan münasibətində korreksiyaları etməlidir və cənab İlham Əliyevin də bu MDB samitinə qatılmaması bunun bir mesajı idi. Bu rəsmi şəkildə açıqlanmasa da, amma bu sətr altı bu mesaj oxunur və bu mesaj artıq Moskvaya çatıb deyə bilərik. Aydındır, çox təşəkkür edirəm Əhməd bəy ətraflı şərhiniz üçün. Maraqlı məqamlara toxundunuz. Azərbaycanın haqlı olduğu məqamlara, cavab gözlədiyi məqamlara aydınlıq gətirdiniz. Ümid edirik ki, Rusiya tərəfi bu mesajı alıb və yaxın günlərdə də biz Rusiyadan cavab gözləyəcəyik.